yaymağa çalışarlar. Amma bunu bilsinlər ki, vallahi deyirəm. Yəni siz nə baxıcı deyilsiniz, nə əməl elətdirən deyilsiniz. Siz elə bir insansınız ki, insanın tamamilə üzünə baxaraq nələr olur, nələr yaşayır o insanı yaxından cismini belə tanıyırsınız. Onun üçün də mən sizi seçmişəm. Yəni başqa kimsə mənə maraqlı deyil. Hamısı yalandır. Sosial şəbəkə üzərində kimlərisə alladırlar. Pul yığmaq məqsədi ilə özlərinə cəlb edirlər həmən insanları. Amma siz tamamilə fərqli bir insansınız. Yəni bunu bir dəfəlik bu insanlar başa düşməlidir. Caduyla oynayanlar, əməl elətdirənlər hamısı sadəcə olaraq o insan, gedən insan üçün edirlər. Başqaları üçün eləmirlər. Başqaları üçün yol açmaq, neynəmək, bu şeylərin heç birini eləmirlər. Yəni bunu bir dəfəlik dərk eləsinlər. Amma siz tamamilə fərqli bir insansınız və öncə görücü kimi həqiqətən də insanın üzünə baxırsınız, heç demirsiniz ki, nə olub, nələr olub. Sadəcə baxıb nələr olduğunu deyirsiniz birbaşa. Çox təşəkkür edirəm sizə. Həqiqətən minnətdaram. Sizin yoldaşınız da qonaq çağırıblar. Paltar da hədiyyə veriblər. Həmin paltarda qurd yağı var. Sənin özün üçün eləyiblər. Çörəyə həsrət qalmaqdan ötəri. Yatanda narahatsan, qalxanda narahatsan. Xışmalarla dəriman içir, anan namaz qılanda, ata yurdunda problemin var, atan xəstə görsədilir. Ata yurdunun da dağılmasından maraqlanan var. Hətta sənin olacaq evladların üçün də problem çətinliklər yaradır. Bu Lənkəran millətinə burada nə deyə bilərəm mən? Deyirəm ki, Allahı yadınıza salın. Allahdan qorxun. Hamı bu dünyada qonaqdır. Millətə pislik eləməyin. Millətə əziyyət verməyin. Cavanlara. Sən onu gedib cadəməl elətdirirsən, o da sənə elətdirir. Qardaş bacıya cad əməl elətdirib, bacı qardaşa eləyir, xala olur, dayı bibi qızı. Niyə eləyirsiniz? Bir yuxarı baxın, Allahdan qorxun da. 5 günlük dünyadır. Niyə belə pisliklər eləyirlər? Düz. Allah sizdən razı olsun. Həmən insanlar bir dənə onu dərk eləsin ki, yəni Allah qarşısında hesab verəcəklər. Bir-birlərinə, bir ailənin içində bir-birlərinə əməl edirlər. Bir-birlərinin əyəğini dartırlar. Vallahi onu fikirləşmirlər ki, qarşımda insan nə əyəğini dartıramsa, o ilə bərabər mən də. Mən sənə kömək eləyəcəm, nə çətinliklərim var, bu çətinliklərdən səni çıxardacağım, səndəki cad əməli çıxardıb, sənə eləyənə, elətdirənin özünə keçirdəcəm. Bu qədər. Başqa sualın var? Allah sizdən razı olsun, mən sizə inanıram. Çox sağ olun, Allah köməyiniz olsun. Sağ olun.